Om Namo Bhagavati Vasudevaya. Bhagavad Gita fəsil 10, mətn 9. Fəslin adı mütləqin əzəmətidir. Mütləqin əzəməti, mətn 9, 10-cu fəsil. Mütləqin əzəməti deyəndə söhbət gedir Tanrı Allah Alişəs Krishnanın əzəməti. O hansını ki, o özü, hal-hazırda özü şəxsən izah edir, şəxsən. Və mən də həmişə sizə demişəm ki, Bhagavad Gita'nın möhtəşəmliyin bir də ondadır ki, burada Allah Alişəs özü haqqında danışır. Yəni, ortada heç bir vasitəçi yoxdur. Heç bir. Nə hansı bir mələk yoxdur, nə hər hansı bir peyğəmbər yoxdur, nə hansı bir ruhani ustad yoxdur, nə hansı bir quru yoxdur, yox. Özü şəxsən danışır. Və bu Bhagavad Gita'nın möhtəşəmliyidir. Mənə elə gəlir ki, səmimiyyət o, Məhəmməd Bəyan Saudullah demişkən, səmimiyyət lazımdır ki, insanda ki, bax, bunu etiraf eləsin. Bhagavad Gita'nın bax, belə möhtəşəmliyini etiraf eləsin. Bhagavad Gita fəsil 10, mətn 9. Sanskrit belədir. Mat citta mad gata prana. Mat citta mad gata prana. Bodhayanta parasparam. Bodhayanta parasparam. Katyantascha mam nityam. Katyantascha mam nityam. Tushyanticha ramanticha. Tushyanticha ramanticha. Beytin Azərbaycan dilində tərcüməsi. Mənim pak fədailərimin fikirləri mənə cəmləşmiş. Mənim pak fədailərimin fikirləri mənə cəmlənmiş. Ömürləri bütünlüklə mənə həsr edilmişdir. Onlar daim bir-birinə bilik verməkdən, mənim haqqımda söhbət etməkdən həzz alır, nəşələnirlər. Nəşələnirlər. Mənim pak fədailərimin fikirləri mənə cəmlənmiş. Ömürləri bütünlüklə mənə həsr edilmişdir. Onlar daim bir-birinə bilik verməkdən, mənim haqqımda söhbət etməkdən həzz alır, nəşələnirlər. Bhaktivedanta Swami Srila Prabhupāda'nın beytə izahı. Xüsusiyyətləri burada təsvir edilmiş pak fədailər özlərini yalnız Tanrıya transendental məhəbbətlə xidmətə həsr edirlər. Onların fikri heç vaxt Krishnanın nilüfər qədəmlərindən yayınmır. Onlar yalnız transendental mövzular barədə söhbət edirlər. Bu beyt pak fədailərin əlamətlərini təsvir etməsilə səciyyəvidir. Uca Tanrının fədailəri sutkada 24 saat onun keyfiyyətlərini və əyləncələrini mət etməklə məşğuldurlar. Onların ürəkləri, canları daim Krishnaya qapılmışdır. Onlar başqa fədailərlə onun barəsində söhbət etməkdən həzz alırlar. Sədaqətli xidmətin ilkin mərhələsində fədailər xidmətin özündən transendental həzz alırlar. Xidmətin özündən. İlkin mərhələdə. Yekun mərhələdə isə onlar Tanrıya qarşı məhəbbət hissi keçirirlər. Bu transendental səviyyə çatdıqda onlar Tanrının öz məskənində təzahür etdirdiyi kamil həyatdan həzz ala bilərlər. Şri Chaitanya Mahaprabhu transendental sədaqətli xidməti canlı məxluqun ürəyində əkilən toxuma bənzədir. Küllü miqdarda canlı varlıqlar kainatın müxtəlif planetlərinin birindən digərinə səyahət edirlər. Lakin onlardan yalnız bəzilərinə pak fəda ilə görüşüb sədaqətli xidməti anlamaq nəsib olur. Sədaqətli xidmət toxuma bənzəyir. Əgər o, canlı məxluqun ürəyində əkilmişdirsə və canlı məxluq daim Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama oxuyur və dinləyirsə, bu toxum daim suvarılan ağac toxumu kimi bəhrə verir. Sədaqətli xidmətin ruhi ağacı tədricən boy ataraq maddi kainatın örtüyünü yarır və ruhi səmaya, Brahma Jyoti, yəni Tanrının nuruna daxil olur. O, ruhi səmada da boy ataraq Krishnanın Galoka Vrindavan adlanan ali planetinə çatır. Son nəticədə bu, ruhi ağac Krishnanın nilüfər qədəmlərinə sığınır və orada rahatlıq tapır. Ağac tədricən böyüyüb gül və bəhrə verdiyi kimi Mahamantranı dinləmək və tərənnüm etməklə suvarılan sədaqətli xidmət ağacı da bu bəhrələrini verir. Bu sədaqətli xidmət ağacı Chaitanya Charitamrita'da Madhya Lila 19-cu fəsildə müfəssəl surətdə təsvir edilmişdir. Orada izah edilir ki, ağac bütünlüklə, yəni nə? Transendental xidmət, sədaqətli xidmət ağacı bütünlüklə uca Tanrının nilüfər qədəmləri yanında sığınacaq tapdıqda insan
bütünlüklə ə, ona qapılır kimi Tanrıya. O susuz yaşaya bilməyən balıq kimi bir an belə Tanrı ilə ünsiyyətdə olmadan yaşaya bilmir. Bu vəziyyətdə uca Tanrı ilə ünsiyyət sayəsində fədai transendental keyfiyyətlər əldə edir. Şrimad Bhagavatam həm də uca Tanrı və onun fədailəri arasındakı qarşılıqlı münasibətlərdən bəhs edən hekayətlərlə doludur. Buna görə də Bhagavatamın 12.13.18 özündə deyilir. Şrimad Bhagavatam Puranam Amalam Yad Vaishnavanam Priyam. Tərcüməsi: Şrimad Bhagavatam Tanrının və onun fədailərinin transendental təbiətini tam təsvir edən yeganə əsərdir. Beləliklə, gənc oğlan və qızlar bir-biri ilə ünsiyyətdən həzz aldıqları kimi, Krishna şuurunda özünü gerçəkləşdirmiş canlılar bu transendental əsəri dinləməkdən həzz alırlar. Bax, bu Bhaktivedanta Swami Srila Prabhupāda'nın Bhagavad Gita'nın Mütləqin Əzəməti adlı 10-cu fəslinin 9-cu mətninə verdiyi izah idi. Burada nə deyir? Krishna: mənim pak fədailərimin fikirləri mənə cəmlənmiş, ömürləri bütünlüklə mənə həsr edilmişdir. Onlar daim bir-birinə bilik verməkdən, mənim haqqımda söhbət etməkdən həzz alır və nəşələnirlər. Həzz alırlar və nəşələnirlər. Bilirsiniz necə? Tanrı haqqında söhbətlərdən həzz almaq, ləzzət almaq. Bu söhbət Tanrının özündən gedir, şəxsən Tanrı haqqında. Bu bilirsiniz nə haçan nədir? Real olur, reallaşır. Bu o deməkdir ki, bizim ürək, insanın ürəyi, qəlbi nə qədər ki çirklərlə doludur, çirklidir. O qədər də hələ bu Tanrı barədə söhbətlərin həzzini duya bilmir. Tanrı barədən söhbətlərdən həzz duya bilmir. O belə həm də ki o bunu mütəmadi eləmir. Çünki burada deyir ki, mənim fədailərim, mənim pak fədailərim fikirləri mənə cəmləşibdir. Ömürlərini bütünlüklə, görür, bütünlüklə. Yəni onların ömürlərində, onların həyatında fasilə yoxdur. Diqqətləri heç nəyə yayınmır da. Gün ərzində, sutka ərzində heç nəyə yayılmır. Onlar ancaq Krishna həsr olunubdur. Ancaq Krishnanı düşünmək, onun haqqında söhbətləri dinləmək və s. bu və ya digər xidmətlər. Deyir ki, Krishna, deməli bu haçan olur? Haçan ki, o insan qəlbi, bizim qəlbimiz nə qədər çirklə var, çirklə doludur ürəyimiz. Biz bu səviyyə, bu şeyə hazır deyilik. Olmuruq da, vaxtımızı həsr eləyək tamamilə Tanrı barədə söhbətlərə və azmış ki, biz bundan həzz alırıq, həzz alırıq. Özdə sadəcə həzz almırlar, nəşələnirlər. Nəşələnmək bilirsiniz də nə deməkdir? İnsan uçub gedir də, uçur, ayağı yerdən üzülür. Nəşələnmək o deməkdir ki, sən bu insan transendental həzz, nə deyirlər buna? Vəcdə gəlmək deyirlər. Vəcdə gəlmək. Ekstaz deyirlər, ekstaz həzzim. Amma bu insanın qəlbi təmizlənəndə baş verir. Qəlb təmizləndikcə ürəyimiz. Bu Krishnanın burada dediyi baş verir. Pak fədai qəlbini təmizləyən, qəlbini təmizləyir də o çirkablardan. Deməli, bu nə deməkdir? İndi gəlin baxalım bunun ətrafında. Bu deməkdir ki, bizim qəlbin çirkləri nədir? Qəlbimizin çirkləri imkan vermir ki, biz Krishnanın burada dediklərinə inanaq, həyata keçirdək və neynəyək, özümüzdə duyaq. Qəlbin çirkləri imkan vermir ki, bunlara inanaq, həyata keçirək və duyaq. Qəlbin çirkləri nə deməkdir bizim qəlbimizin çirkləri? İnsanın qəlbin çirkləri nədir? Hansılardır? Və onlar orada hardan gəlirlər və nə eləyirlər? Qəlbin çirki deyəndə nə nəzərdə tuturuq? İnsanın özünü cisimlə, maddi bədənlə eyniləşdirən bizlər özümüzü maddi bədənlə eyniləşdirənlərik də bu dünyada. 4 dənə əsas tələbatı var. Nədir? Yemək, yatmaq, seks, 3. Dördüncüsü nədir? Özü qorumaq, qorxu hissi. Özü müdafiə. Bildiniz? Dördüncüsü də odur. Özümüzü cisimlə eyniləşdirmək yalançı ego əlamətidir. Bildiniz? Mən bu bədənəm və
Mən bu bədəndən həzz alıram. Bu bədənə aid olanlar da mənimdir. Mən bundan həzz alıram. Bu bütün müqəddəs şəxsiyyətlər, möminlər, müqəddəs yazılar hamısı mənsubiyyətindən asılı olmayaraq. Bunlar onların hamısının təbliğatının canında odur ki, bu bizim illüziyamızdır. Bu bizim böyük bir illüziyamızdır. Bu bizim böyük bir yanılmağımızdır. Haçan ki mən fikirləşirəm ki, mən bu bədənəm. Bu bədənə aid olanlar mənimdir və mən bunlardan həzz alıram. Yadınıza gəlir, biz demişdik ki, Krishna Allahın Allahlığını o özünü üç şeylə deyir, əsas üç şey. Və deyir ki, insan onu başa düşərsə, həm fərdi, həm də kollektiv, bəşəri səviyyədə sözün əsl mənada sülhə, əmin, amanlığa nail olacaq. Hansı üç dənədir? Boktaram, Yagatapasam, Sarvalokama, Heşvaram. Deyir ki, Krishna hər bir şeyin, bundan əvvəlki beytdə necə deyilir? Bütün maddi və ruhi dünyaların mənbəyi mənəm, hər şey məndən törər, hər şey ona Krishna məxsusdur. Birinci odur. Krishna deyir ki, hər şey, bütün planetlər, maddi və ruhi dünyalar hamısı mənə məxsusdur, onların idarə edilənləri ilə bir yerdə. Düzdür? Bu bir. İkincisi, bütün qurbanlıqlardan, zahidliklərdən, hər şeydən həzz alan mənəm. Ona görə bizim ana dilimizdə, Azərbaycan dilimizdə deyirlər ki, bala, elə Allaha xoş getsin. Çünki həzz alan odur. Bu deməkdir, bax o. İkincisi. Üçüncüsü də deyir ki, hər kəsin ən yaxın dostu mənəm, ən yaxın himayədarı, xeyir-duaçısı mənəm. Yəni, Krishna onun üçüncüsünü deməkdə deyir ki, yəni bu birinci ikisi sənin rifahın üçündür. Mənim sənin üzərimdə hökmranlığım üçün deyil. Sənin rifahın üçündür. Mən sənin dostunum, ən yaxın dostun da mənəm sənin, bizə deyir. Sizin ən yaxın dostunuz da mənəm. Himayədarınız və qayğı çeşiyiz də mənəm. Xeyir duacınız da mənəm, Krishna. Bu üç dənəsi Allahın nədir? Əsas mövqeyidir, Allahlığıdır ki, odur. Hər şey ona məxsusdur. İkinci, hər şeydən analı həzz alan odur. Üçüncüsü də hər bir canlı varlığın ən yaxın dostudur. Krishna deyir ki, bu üç dənəsini dərk edən insan fərdi həyatında və bir də belə insanlardan təşkil olunmuş cəmiyyətdə sülh, əmin-amanlıq bərqərar olacaq. Bu düsturdur, formuladır, aksiyomadır. İndi biz özümüzü cisimlə eyniləşdirəndə bunun üçün də özümüzə şamil edirik. Bildiyiniz özümüzə. Bu bədən mən deyiləm, mənim də deyil. Düzdür? Bu bədən kimidir son nəticədə? Qəlbimizdə olan paramatma bədən ağasıdır. Allah buradadır da, daxilimizdədir. Elə deyil, paramatma. Ali can kimi. Boynuzun şah damarından sizə yaxınam. Bu bədən də heç biz bilmirik ki, bu bizə necə verilir, necə bu mövcud olur, işləyir və necə də bu bizim əlimizdən alırlar. Heç biri. Amma baxın, görün nə qədər biz, nə qədər böyük bir illüzor enerjinin cəhalətinə, cahilliyə qərq ola bilirik ki, tamamilə özümüzü bu bədənlə eyniləşdirib, bu bədən mənəm, daha öldüyümüz bir günə qədər, düzdür, bu bədəndən maksimal həzz almağa çalışırıq. Bədən vasitəsilə, fiziki bədən vasitəsilə. Düzdür. Və bu Krishnanın da Allah Ali şəxsində elə ən şey də bundadır ki, ən belə necə deyirlər, yitirdiyi də bundadır ki, siz nətər özü o bədənlə eyniləşdirsən, sən bu mən görmürsən, o mən sənə verirəm, mən də alıram sənin əlindən. Sən yenə də davam edirsən ki, yox bu bədən mənəm, bu bədənə aid olanlar da mənimdir, bizimdir. Düzdür? Ona biz bu iddiada olanda ki, mən bu bədənəm, bu bədənə aid olan mənimdir. Mən bu iddialı olanda. Bildiniz nətəri? İddialı o deməkdir ki, yəni mən hər bir vəclə özümə haqq qazandırıram bu cür şuur tərzimə. Buna deyirlər iddialı olmaq. Hər vəclə özümün bu cür dünya görüşümə, bu cür şuur tərzimə haqq qazandırmağa çalışıram. Bax, institutlar açıram, universitetlər açıram, akademiyalar açıram, hamısı işləyirlər ona ki, sən bu bədənsən vəssalam. Bilirsiniz nətəri? Belə iddialı olanda, onda Krishna, Tanrı'nın illüzor enerjisi, Maya, o deyir ki, okey, Tanrı da belə deyir da, sən indi Allahsan da. Sən deyəndə ki, bu mənəm, buna aydınlandır, mənimdir, sən deyirsən ki, mən Allaham. Bu bizim Allahlıq iddiamızdır. Deyir, okey. Allah da bunu deyir, Krishna. Amma Allah ikinci bənddə deyir ki, mən hər şeydən həzz alanım. İndi təşkil elə ki, sən bundan həzz alasan. Ona görə deyilir ki, bu bizim təkəbbürümüzdür, qürrəmizdir, lovğalığımızdır. Mən bu bədənəm, bədənə aid olan mənimdir. Onda deyir ki, bu cür təkəbbürə, lovğalığa, qürrəyə Allahın illüzor enerjisi Maya şəhvəti mükafat verir. Şəhvəti mükafat kimi verir. Gələ, bu da sənin mükafatın. Sənin bu cür qordusti var. Təkəbbür və lovğalığımıza bizim Maya bizə şəhvəti mükafat kimi verir bizə. Ne üçün? Deyir, indi gələ həzz al da. Həzz al.
Şəhvət rus dilində vojdeleniyadır. Vojdeleniya. O sözlə qəşəng izah eləmək olar şəhvəti. Vojdeleniya. Vojd sözü rəhbər deməkdir. O vaxt Leninə deyirlər ki, vojd revolyusiya. İnqilabın rəhbəri Lenin idi o vaxt. Vojd. Vojd həm də ki, vajak, vojd deyirlər o şey. Bu və digər tayfanın başçısına da vojd deyirlər. Vojd rəhbər deməkdir. Deleniya da bölmək deməkdir. Yəni vojdeleniya Allahla onun həzzini, onun çox məxsus olduğunu bölməyə deyirlər. Biz Allahla bölük. Ona görə deyək ki, əksəriyyət burada varlanan, həzz alan insana desən ki, Allah var deyirək, var da. Allah özünə, mən özümə, neynim ya Allah var. Allah var ki, mən sekslə məşğul olum. Allah var ki, mən pul yığmayım. Allah var ki, mən Allah var da. Allah özünə, mən də özümə. Bax, buna deyirlər vojdeleniya. Allahla bölmək. Yəni ki, sən elədiyi hesabatını və yaxud da ki, məhsuliyyətini aparmırsan ki, mənim elədiyim ona xoş gedir ya getmir, həzz verir ya yox. Çünki axı Allah sayırsan. Düzdür? Ona görə də insan hesabat vermir. Özünə ki, mənim elədiklərim görəsən Allaha xoş gedir, yox. Fikirləşmir də bu barədə. Amma bizim atalar dilimizdən, nənələrimizdən, babalarımızdan süzülüb gəlmir. Bu elə Allaha xoş getsin. Propaganda deyir ki, bu dünyadakı müvəffəqiyyətin uğurun düsturudur. Elə Allaha xoş getsin. Amma biz deyirik yox. Biz fikirləşmirik. Allaha xoş gedir, getmir. Əsas odur ki, mənə ləzzət verir. Düzdür? Deməli, biz nə yemək, yatmaq, seksimizi təşkil elədik. Bu cür Allahlığımızla. Bugün planetin əhalisinin 99,99% bu şuurdadır. Bu gündəyik. Yedik, sonra yatdıq, görə sekslə məşğul oluq, necə lazımdır. Heç bir maniyəsiz, heç bir, nə deyirlər, heç bir maniyəsiz, heç bir məhdudiyyətsiz. Sekslə məşğul olur. Bütün Avropa, Rusiya, hər yerdə, düzdür. Ondan sonra dördüncü nə gəlir? Dördüncü qorxu hissi. Özümüzü qorumaq. İndi bizi qorumaq məsələsi var axı. Nə, bu üç dənə şeyi qorumaq lazımdır. Yeməyi, yatmağı, seksi qorumaq lazımdır onu. Bildiyin ki, onu bizim itirməyək, əlimizdən almasın. Onun davamı gəlsin. Onun adını qoyurlar sosial müdafiə. Onda bizim havadarımız, bizim qoruyanımız, can güdən bədəndən söhbət etmir, ruhi candan söhbət edir. Bizim can güdənimiz, bizim havadarımız belə olanda olur kim? Olur illüzor enerji, maya. Maya illüzor enerji bizə can güdənlik edir. Nə ilə? Biz təkəbbürlə, lovğalıqla, sonra qəzəblə, paxıllıqla filanla, bunlarla biz özümüzün ruhi can adlı şəxsiyyətimizin bu və ya digər keyfiyyətlərini qorumağa çalışırıq. Bildiyiniz nətər? Lovğa adam özünün şəxsiyyət olduğunu eləyir də əslində. Lovğadır, təkəbbürlüdür. Yəni əslində özündən kənardakılar deyir ki, mən şəxsiyyətəm. Amma bu bizim ruhi can adlı şəxsiyyətimizə aiddir, fiziki bədənimizə yox. Amma biz onu unutmuşuq, dərk eləmirik, özümüzü bədənləşdirmək, özümüzü Allah sayırıq. Ona görə də bizə bizim özümüzün şəxsiyyətimizə, ruhi can adlı şəxsiyyətimizə xas olan bu keyfiyyət bizim bədənimizlə lovğalıq və təkəbbür şəklində təzahür edir. Bunu da bizə kimə verir? Maya. Buna deyirlər can güdən. Gördünüz? Can güdənlik. Şəhvətlə biz özümüzün məhəbbətimizi, sevgimizi qorumağa çalışırıq. Hansı ruhi can adlı şəxsiyyətimizin sevgisi var. Biz onu təzahürlətdirməyə və onun qayğısına qalmağa çalışırıq. Amma biz özümüzü unutduğumuz, özümüzü cisimlə yerləşdirdiyimizə görə bizə o məhəbbəti transformasiya edib şəhvət halına kim salır? Maya. Verir nə üçün? Can güdənlik edir bizim. Həmən o canın məhəbbət adlı duyğusunu, keyfiyyətini qoruyur. Şəhvətin vasitəsilə. Ona görə deyilir ki, insanın qəlbində məhəbbət yoxsa, orada şəhvət olmalıdır da. Bir dənəsi gəlişlə propagandanın yanında deyir ki, propaganda, mənim heç bir şəhvətim yoxdur. Propaganda deyir, onda səni müalicə eləmək lazımdır. Niyə ki, propaganda deyir? Çünki baxır ki, bunun hələ məhəbbəti də yoxdur. Sənin məhəbbətin hələ yoxdur. Ona görə də şəhvət ondan yaxa qurtarmaq üçün yox, şəhvət o transformasiya olmalıdır məhəbbətə. Çünki məhəbbət şəhvətə transformasiya olur. Krishna şuuru prosesi də o prosesdir ki, ilahi proses. İnsan o proseslə məşğul olanda təzədən şəhvətə transformasiya eləyir məhəbbətə, sevgiyə. Onun transformasiyası baş verməlidir. Bütün keyfiyyətlərin transformasiyası baş verməlidir. Biz əks tərəfə. Çünki biz özümüzü cisimlə yerləşdirmişik, özümüzü ruhla yerləşdirəndə bütün keyfiyyətlərin əksinə transformasiyası baş verir. Bildinizmi? Ona görə bizim can güdənlərimiz kimlər olur? Belə olanda mən özümü cisimlə yerləşdirirəm.
Düzdür? Bu bədən mənim bədənə aid olan mənimdir və mən yemək, içmək, yatmaq, seksdən həzz alıram. Bir dənə qar mənim qorunmağa, o da mənim can güdənlərim gəlirlər. Kimlər? Mənim həzz almadığıma görə, sözün əsl mənasında həzz almadığıma görə. Məsəl üçün, bugünkü gündə bax sübut. Bugünkü gündə baxsan qəşəng-qəşəng qızlar giyinirlər, keçinirlər, bəzənirlər, saçlarını, filanlarını. Eləcə də oğlanlara da, yəni mən belə deyəndə biz başa düşməliyik ki, söhbət hər iki cinsdən gedir. İstər kişilər, istər qadınlar. Geyinir, bəzənir. Yəni ki, bu özünə və ətrafdakılara demək istəyir ki, mən gözələm, mən xoşbəxtəm, mən həzz alıram. Bilirsiniz? Amma ki, onun özünü aparmağında, münasibətlərində və əxlaqında baxırsan ki, bunda negativ, dayanmadan negativ gedir, düzdür? Bax, o negativin getməyi sübutdur ki, bu özünü aldatmaqla məşğuldur. Yəni ki, bizim həzzimiz, xoşbəxtliyimiz, sevgimiz, dırnaq arası, bunların hamısı məndə əxlaq nöqteyi nəzərindən negativə tərəf, yəni keyfiyyət nöqteyi nəzərindən negativə tərəf dəyişiklik edirsə, bu dəlildir, sübutdur ki, mən özümü aldatmaqla məşğulum. Yəni sözün əsl mənasında xoşbəxt deyirəm. Çünki həqiqi həzzin, həqiqi xoşbəxtliyin və həqiqi sevginin əlamətləri tamamilə əksinədir. Müsbətə doğru gedəndədir. Əgər insanda keyfiyyət nöqteyi nəzərindən müsbətə doğru dəyişiklik gedirsə, bu demək ki, bunun sevgisi, həzzi və xoşbəxtliyi həqiqidir. Tutur. Amma buna deyirlər, bu çox asandır bunu duymaq, hələ deyil, çox asandır. Ona xoşbəxtlik, ona həzdirsə, ona sevgidirsə, sən getdikcə nətəri pozğunlaşdırır, sırtıqlaşdırır, həyasızlaşdırır. Düzdür? Pozğunlaşdırır, sırtıqlaşdırır, həyasızlaşdırır. İstər olsun kişi, istər qadın, fərqi yoxdur. Ona sevgidir, ona həzdir, ona xoşbəxtlikdir. Və bu dəlil deyilmi ki, sən özü aldatmaqla məşğulsan? Dəlildir. Bəs insanı pozğunlaşdıran, sırtıqlaşdıran, həyasızlaşdıran hansı keyfiyyətdir? Həmən bu negativ keyfiyyətdir. Hansı? Paxıllıq, təkəbbür, lovğalıq, azgözlük, şöhrətpərəstlik və s. Bu keyfiyyətlər də düzdür. Onlar bizim nəyimiz? Can güdənlərimizdir. Bunlar qəlbin, bizim ürəyimizin kirşləridir. Bildiniz, budur, bax, səhərdən mənə danışdığımın, gətirib çıxartdığım buydu. Bax, bunlar bizim qəlbimizin kirşləridir, ürəyimizin kirşləri. Nə? Paxıllıq, şəhvət, qəzəb, tamah, azgözlük, şöhrətpərəstlik və s. Yerdə qalanını siz də saya bilərsiniz. Heç mən ehtiyac duymuram. Siz özünüz də sayın. Əlavə eləyin bütün o negativ keyfiyyətlərin hamısını. Sonra həsəd aparmaq, nə bilim da və s. Sonra xəsislik. Bunların hamısı bizim qəlbimizin çeşləridir. Bildiniz? Şəhvət. Bunları da mən izah elədim, bunlar bizim qəlbimizə necə yığılırlar. Mən özümü Allah hesab elədiyimə görə həzz alan, qadınlar da həzz alandılar, kişilər də, amma özünə həzz axtarır. Biz hamımız özümüzə həzz axtarırıq. Amma biz həzz alan deyilik, həzz alan Krishnadır. Düzdür? Bizim həzz alan, özümüzə həzz axtarmağımız, özümüzə həzz alan saymağımız, bax, bizim Allahlıq iddiamızdır. Kimsə deyə bilər ki, mən hara, Allah hara, kim deyir ki, mən Allahlıq iddiasındayım? Sən həzz axtarmırsan, axtarırsan. Hər şeydə özünə həzz vermək. Sən deyərsən ki, həzz insan həyatın mənasıdır. Çünki bizim ruhumuz daima həzz içindədir. Amma söhbət hansı həzdən gedir? Əgər mənim həzzim Allaha xoş getmirsə, o deməkdir ki, mənim həzzim mənim əksimə işləyəcək. Bildiniz nətər? Mən əgər həzz alanda özümə hesabat verməyəmsə, görəsən Allaha xoş gedir. Çünki əzəli həzz alan odur axı. Bildiniz, biz həzz verməkdən həzz alanıq. Ona görə də bizim həzz özüm nəzərə almadan ki, Allaha xoş gedir, getmir. Ətrafdakı cəmiyyətə xoş gedir, getmir. Cəmiyyətin, dinin, qayda qanunlarına uyğun gəlir, gəlmir. Məhəl qoymadan həzz almağıma deyirlər Allahlıq iddiası. Mən Allahlıq iddiasındayım. Ona görə Allahlıq iddiasında olanda bizim can güdənimiz olur Allahın illüzor enerjisi, maya və özünün nəyi ilə? Özünün əskərləri ilə. İllüzor enerjinin əskərləri hansılardır? Saydığımız negativ keyfiyyətlər. Şəhvət, qəzəb, tamah, paxıllıq, azgözlük, xəsislik, sonra şöhrətpərəstlik və s. Buna bənzər bütün keyfiyyətlərin hamısı onun əskərləridir. Onlar nə edirlər? Canın enerjisini sorub ona can güdənlik edirlər. Bildiniz? Nədir? Dördüncü baş verir daha. Nədir? Bizim qorxu hissi.
Bizim bədən olanda, mən özümü bədən sayanda 4 dənə tələbatdan bir dənədir, qorxu özü qorumaqdır. Bax, bunu həyata keçirdir həmən bax bu can güdənlər. İndi biz bu qədər komplekslə özümüzdə Tanrı barədə söhbətlərdən həzz ala bilmirik. Tanrı barədən söhbətlərdən insanlar həzz almırlar. Çünki Tanrı barədə söhbətdən həzz almaq üçün insan bu qəlbin çirklərindən təmizlənməlidir. İnsanın qəlbi bu çirklərdən təmizlənməlidir. Bu çirkləri də insan özü təmizləyə bilməz. Onlara Krishna özü əmr eləməlidir ki, onlar çıxsınlar oradan. Krishna özü əmr eləməyincə onların heç biri tərk eləmir insanın qəlbini. Bildiniz nətəri? Ancaq Krishna əmr eləyir. Biz Bhagavad Gita'da oxumuşduq bunu. Yadınıza gəlirsə, 7-ci fəsildə, 8-ci fəsildə yadımda deyil. Orada Şrila Prabhupada yazır ki, bir moment gəlir, Krishna özü əmr eləyir ki, bunu tərk elə də bunun qəlbindən. Çıx, sən də sənlik deyil. Düzdür? Ona görə də bu necə baş verir? Bu necə baş verir? Bu baş verir ki, hər şey Krishnanın iradəsinin təzahürü olduğuna görə Allahın ali şəxsin iradəsinin təzahürü. Yəni ki, əsas məsələ onun hər bir canlı varlıqla fərdi münasibətin araşdırmasından gedirsə, bu araya heç kim girə bilməz. Heç bir mələk, heç bir peyğəmbər, heç bir imam, heç bir müqəddəs, heç bir kim girə bilməz. Gərək Tanrı özü şəxsi münasibətləri araşdırsa, 2 nəfər bir-birindən mübahisə eləyəndə çəkilirlər qırağa, deyirlər, gəl araşdıraq da. 3-cü adama imkan vermirlər ortalığa girsin. Deyir, sən çəkil qırağa, biz özümüz bilərik. Bildiniz nətər? Bizim söhbətimiz fərdidir. Biz fərdi araşdırmalıyıq ki, bu nə demək istəyir, mən nə deyir. Bax, bu cür bu şey baş verir maddə dünyada. Ona görə də Tanrı ali şəxs özü son qərarı verməlidir. Çünki axı onun nəyi? Onun istəyi burada həyata keçir. O öz münasibətini bərpa eləməyə çalışır buradakı canlı varlıqlarla. Hansısa bir mələyin münasibəti yox, hansısa bir peyğəmbərin, hansısa bir imamın yox, Allahın özünün şəxsi fərdi münasibətləri. Ona görə də son sözü o deyir, son qərarı o verir, Allah ali şəxs. Krishna. Son qərarı o verəndə də o məhz o vaxt şəhvətə əmr eləyir ki, çıx ki, haçan görür ki, biz Tanrıya, Krishna olan məhəbbətimiz istiqamətində bütün səmimiyyətimizlə çalışırıq. Onda şəhvətə əmr eləyir ki, sən vaxtın qutardı, get. Yaxud da ki, təkəbbür. Müticəsinə insan hər şey eləyəndə onun qürrəsinə, lovğalığına, təkəbbürünə deyir ki, sən çıx buradan, sənin yerin yoxdur. Çünki illüzor enerji də Krishna xidmət edir. Onu özü demir, dayvi yaşa qunamayı, mamamaya durət edir. Deyir, bu maya illüzor enerji mənim ilahi enerjimdir. Krishna'ndır da, o da Krishna xidmət edir. Deməli, Krishna'nın iradəsi oradan da, o tərəfdən gələn də Krishna'nın iradəsidir. Maya tərəfdən, illüzor enerji tərəfdən. Ortada nədir? Ortada bizim Krishna olan münasibətimiz. Şəxsən. Şəxsən mənim, şəxsən Krishna olan münasibətim. Bildiniz nədir? İndi bu mənada bizim qəlbimizin təmizlənməyi bu negativ keyfiyyətlərdən təmizlənməyi ilə. Bizdə Krishna haqqında söhbətlərə bax, həmən burada deyilən o ləzzəti gətirir. Krishna deyir ki, bütün maddi və ruh dünyaların mənbəyi mənəm. Hər şey məndən türür. Bunu mükəmməl surətdə bilən müdriklər özlərini mənə sədaqətli xidmət həss edir və mənim səmimi qəlbdən sitayiş edirlər. Mənim pak fədailərimin fikirləri mənə cəmləşmiş, ömürləri bütünlüklə mənə həsr edilmişdir. Onlar daim bir-birinə bilik verməkdən, mənim haqqımda söhbət eləməkdən həzz alır, nəşələnirlər. İnkişaf, mən bayaqdan danışdıqlarım hansı bizdə açaryalarımızın izahı nətər gəlir? Deyir ki, gəlir 9 etap keçir də insanın həmən bu qəlbin təmizlənməsi. 9 etap keçib gəlir həmən burada Krishna dediyi bu həzz alıb nəşələnmə səviyyəsinə. Şradha, birinci inanırıq ki, Hare Krishna Mahamantrası Krishna'dan seçilmir. Krishna'nın özüdür. İnanırıq buna. Şradha. Qəbul elədik, hə. Bhajana Kriya, Şradha, Sadhu Sangha. Sonra bu cür inamı olanlarla ünsiyyətə can atırıq. Mütəmadi olaraq gedirik, görüşürük, söhbət edirik. Budur bax. Məbədə gedirik. Və bu və digər şəkildə ünsiyyətimiz var. Mənim kimi inamı olanlarla ki, Hare Krishna Mahamantra Krishna'nın özüdür.
Buna görə Satosanga. Sonra gəlir Bacana Kriya. Bacana Kriya sonra mən başlayıram o Hare Krishna Maha mantrasını tərənnüm eləməyə özüm. Həyata keçirdirəm bu prosesi. Prosesi həyata keçirdirəm. Bacana Kriya. Bu üçünü eləyəndə, bu üçünü mütəmadi eləyəndə insan da başlayır dördüncü etap, ona deyirlər Anartxani Vritti. Anartxani Vritti səhərdən mən danışdığımdır. Qəlbin həmən bu çişlərdən təmizlənməsi. Anartxani Vritti. Mən nə qədər mən Bacana Kriyanı səmimiyyətlə həyata keçirirəm, yəni nə prosesi. O qədər Krishna bir-bir o qəlbdəki olan negativ keyfiyyətləri əmr edir ki, çıxın bu ürəyindən. Krishnanın əmri ilə biz özümüz onları təmizləyə bilmərik. Bizə o haqq verməyib Krishna. Mən də izah elədim nə üçün? Çünki söhbət mənim Krishna olan münasibətimdən gedir. Və Krishna burada deyir ki, deyir, bunu mükəmməl surətdə bilən müdriklər özlərini mənə sədaqətli xidmətə həsr edir və mənə səmimi qəlbdən sitayiş edirlər. Bax, o səmimi qəlbdən sitayiş Krishna görəndə o bütün o keyfiyyətlərin hamısına komanda verir, onlar hamısı bir-bir çıxırlar insanın qəlbindən. Bildiniz, Krishnanın əmri ilə. Bizim cəhdlərimizlə yox. Bizim səylərimizlə yox. Krishnanın əmri ilə. Ancaq Krishna əmri verir onlara, çıxın. Çünki onların sahibləri də Krishnada, Maya illüzor enerji də Krishnada. Maya illüzor enerji 3 dənə qunadandır. Ehtiras, cəhalət və xeyirxahlıq qunası bir yerdə illüzor enerjidir. Deyir, dayı veşi, quna, maya, maya. Deyir, 3 qunadan təşkil olmuş mənim illüzor enerjim. 3 quna kimdir? Həzrət Shiva, Həzrət Brahma, Həzrət Vishnu. Kimdir? Krishna'dır. Krishna'da gördüyünüz nətər. Ona görə Krishna bir tərəfdən o, mən o bir dəfə belə bir kobud bir misal çəkmişdim. Yazıda gəlir, biz toyuğu hinə qatanda, bilməm, kənd uşaqları bilirlər. Hinin balaca belə qapısı olur, balaca toyuq boyda olur elə. Sağ əlindən bu tərəfdən elsən, sol əlindən bu tərəfdən. Sağ əlindən bu tərəfdən, sol əlindən bu tərəfdən ki, toyuğa başa sarsan ki, qızıl orta, gir ora. İndi bizim Krishna'nın Maya sol əlidir, deyək ki, ruhani üstadda sağ əlidir. Bu tərəfdən bununla eləyib, bu tərəfdən bununla eləyib, bu tərəfdən bundan. Ona görə də insanlar şeytan deyəndə elə bilirlər ki, şeytan nəsə belə də düşmən rolundadır. Yox, o sol əlidə Allahın, mələklər də sağ əlidə. Son nəticədə bunlar qardaşdırlar, demonlarla mələklər. İndi bizim bu proses Anartxani Vritti, 4-cü etapda Anartxani Vritti, yəni ki, qəlbin çirklərdən təmizlənməsidir. 4-cü etapdır. Qəlbin çirklərdən təmizlənməsinin dalınca nə gəlir? Qəlbin çirklərdən təmizlənməsinin dalınca gəlir ruchi. Dad onda gəlir. Bax, o dad olduğuna görə həzz alıb və nəşələnirlər. Nə də dad tapırlar da onlar orada. Mənim haqqımda söhbət eləməkdən həzz alır və nəşələnirlər. Yəni orada bir dad var. Krishna haqqında söhbətlərdə bir ruhi dad var. Elə belə deyil ki, boş-boşuna vaxt keçirdirik. Yəni biz bu dinə mənsubub gərək oturub söhbət eləyək. Yox, orada dad var. O dad həmən o Anartxani verir. Qəlbin çirkinin miqdarına uyğun gəlir. Qəlb çirkdən nə qədər təmizlənirsə, o dad o qədər də dərindir. O qədər dərindir, davamiyyətlidir. Və belə insanlar məhz burada deyir ki, 24 saat sutkada onun keyfiyyətlərini və əyləncələrini məhd eləməklə məşğul olurlar. Nə qədər də insanda bu da o qədər çox vaxtını, enerjisini sərf eləyəcək. Daim. Gecə gündüz 24 saat sutkada ancaq Krishnasız yaşaya bilmir. Burada deyir. Deyir, pak fədailər özlərini yalnız Tanrıya təsəddüqlə, məhəbbətlə xidmətə həsr edirlər. Onların fikri heç vaxt Krishnanın nilüfər qədəmlərindən yayınmır. Onlar yalnız transendental mövzular barədə söhbət edirlər. Bildiniz nədir? Uca Tanrının fədailəri sutkada 24 saat onun keyfiyyətlərini və əyləncələrini məhd etməyə məşğuldurlar. Bu proses bu cür gəlir. 4-cü, sonra 5-ci ruchi. Dad yaranır insanda bu prosesə. Nə ilə? Qəlbin təmizlənməyi ilə paralel. Qəlbin təmizlənməyi ilə paralel. Paralel olaraq qəlb təmizləndikcə bu çirkablardan insanın həmi Tanrının müqəddəs adlarını tərənnüm eləməyinə Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare, Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Həm də Krishna haqqında söhbətlərə qulaq asmağa dad gəlir insana, bildiyiniz nədir? O bunda bir dad tapır. Bunu mən çalışdım ki, çatdırım. Bilmirəm nə dərəcədə mənə bu alınmadı. Və Şrila Prabhupada da öz ondan bitirir ki, deyir ki,
Şrimad Bhagavatamı burada gətirir. Şrimad Bhagavatamı sonuncu abzasda Şrimad Bhagavatam deyir ki, Uca Tanrı və onun fədailəri arasındakı qarşılıqlı münasibətdən bəhs edən hekayələrlə doludur Şrimad Bhagavatam. Buna görə də Şrimad Bhagavatamı dinləmək həmən bax bu prosesin nə idi? Ən dadlı, ən ləzzətli hissəsidir. Çünki orada bu cür fədailərlə Tanrı Allah ilə şəxsin arasındakı münasibətlərdən söhbət bəhs edir. Və bu cür söhbətləri də dinləyəndə fədai Tanrı özünü həzirləmiş fədai bunlardan ləzzət alır, həzz alır. Mən çalışdım ki, bu şeyi sizə açıqlayayım ki, bu məsələnin o örtülü tərəfini ki, məsələ bu yerdədir, bildiniz nətər baş verir proses. Prosesin ardıcıllığını mən sizə dedim ki, bax bu ardıcıllıqla baş verir. Yəni bu praktiki bir məsələdir. Fəlsəfi, inanc məsələsi deyil. Bu praktiki bir şeydir. Biz bura nə qədər çalışırıq, Məhəmməd Peyğəmbər sallallahu eşq olsunlar demişkən, nə qədər çalışırıq səmimiyyətimizi bura eləməyə, cəlb eləməyə, o qədər də biz tez bir zamanda nəticə əldə edirik. Səmimiyyəti də mən dedim nə səmimiyyət nə demək. Səmimiyyət insanın biliyi ilə, real biliyi ilə yaranır. Real bilik. Çünki Krishna burada deyir axı, bütün maddi və ruhi dünyaların mənbəyi mənəm, hər şey məndən törəyir. Yəni səbəblərin səbəbkarı mənəm. Bunu mükəmməl surətdə bilə-biliyə malik olan müdriklər özləri mənə sədaqətlə xidmət həsr edir və mənə səmimi qəlbdən istahiş edirlər. Səmimiyyət gördünüz. Yəni bilik, səbəblərin ali səbəbkarı barədə bilik, sözün əsl mənasında. Bilik insanı səmimiyyətə nə edir? Tədricən gətirir. Səmimi olur. Biliyi olmayan insan səmimi ola bilmir. Biliyi olmayan insan səmimi ola bilmir. Sözün əsl mənasında. Bilik də nədir? Bilik nəyə demişdi? Bilik nəyə demişdi? Mən ruhi canım, bu bədən deyiləm. Allah ali şəxsdir və mən ona əbədi xidmətçiyəm. Bilik buna deyirlər. Bundan sonra başlayır, mən ruhi canam, ne üçün maddi bədəndəyəm, hansı səbəblə, nələr baş verir sonra mənim bədəndən bədənə keçmək. Çünki reinkarnasiya ruhun bədəndən bədənə keçməyə sırf ruha aiddir, cismə aid deyil. Cisim bizcə dəfə yaşayır. Ondan sonra reinkarnasiya, karma reinkarnasiya, səbəblər yavaş-yavaş olaraq çıxır ki, bəs mən bu, sən demə, mənim bugünkü günümün səbəbi budur. Bu şeylərə görə mən bu günü düşürəm. Aha, sən demə, mən bədənimi ruhumdan fərqlidir və mən bədənimi ruhun dirçəlişi üçün istifadə eləməliyəm. Mən sadəcə olaraq bədənin daha da nəcibi üçün ibadət edib gəlib cənnəti axtarmalı deyiləm əslində. Daha yüksək səviyyədə. Bildiniz, görürsünüz nələr açılır. Bundan sonra insan başlayır özünü Tanrıdan əvəz almaq əvəzinə ona tam təmənnasız sədaqətli xidmətə həsr eləməyə. Burada deyirik onu. Çünki onlar özlərini mənə səmimi qəlbdən istahiş edirlər və sədaqətli xidmət həsr edirlər. Sədaqətli xidmət o deməkdir ki, biz Tanrıdan əvəz gözləmirik. Sədaqətli xidmət o deməkdir ki, biz özümüzün elədiyimiz, Tanrıya qarşı elədiyimiz heç nəyə görə əvəz gözləmirik. O Həzrət Əli əleyhissalam deyirdi. Nə cənnətin şövqündən, nə cəhənnəmin qorxusundan. Tam təmənnasız, əvəz gözləmədən. Sən buna layiqsən. Yəni sən layiqsən ki, mən sənə xidmət edeyim. Belə, mən burada dayanıram. Bu mövzuda söhbətlərimiz davam edəcəkdir. Kimisə bu və digər sualı nəsə aydın deyil, nədənsə narazıdır, buyursun, Tanrı'nın mərhəməti sayəsində çalışarıq izah eləyək. Hare Krishna.